Salam izləyicilər, bugün sizinlə Nərgiz Nəcəfin 5-6-cı sinif İngilis dili kitabında olan mix test, yəni qarışıq testlər, onu bugün sizə izah edəcəm. Biz bilirik ki, to be-nin 3 zaman forması var: indiki, keçmiş və gələcək. İndiki zaman əmizar, keçmiş was were, gələcək isə will be və shall be-dir. Əmdə bildiyimiz kimi I işlənir, izdə üçüncü şəxsin təki işlənir, ardı isə we, you, they işlənir, was təklərlə, we isə cəmlərlə işlənir. Yəni was dediyi təklərlə işlənir, yəni tək deyəndə onu demək istəyirəm ki, I, he, she, it. Bunlar was-a aiddir, was bunlarla işlənir ancaq. We isə cəmlərlə işlənir. Cəm deyəndə və nəyi nəzərdə tuturam? Cəm deyəndə you, we, they nəzərdə tuturam. Bunlar isə we-ə aiddir. We isə bunlarla işlənir. Keçdik will be, shall be-yə. Shall be ancaq və ancaq I ilə, we ilə işlənir. Qalanlar isə will be-yə aiddir. Qalanları will be ilə işlənir. Birinci suala baxaq. Deyir ki, they at home 2 weeks ago. Burada birinci baxırıq they-yə. They sözünə baxırıq. They gördük ki, cəmdədir. They gördük ki, cəmdədir. Və nə olmalıdır? Biz görürük ki, bütün variantlar uyğundur. We uyğundur, are uyğundur və will be də uyğundur. Cəmdir, amma burada axırda ego sözü var. Axırda ego sözü var. Ego sözü də nədir? Keçmiş. Keçmişə aid olan bir sözdür. Ona görə burada cavab we olacaq. A variantı. O birisi variantlar nə olmadı? Are indiki zamandır. Mən bunu çıxıram. C də will be. Will be isə gələcək zamandır deyə çıxıram. Sonra tərcüməyə baxaq. Deyir ki, they were at home 2 weeks ago. Deyir ki, onlar 3 həftə əvvəl evdə idilər. Keçdik ikinci suala. Deyir ki, I in London last year. Burada last year sözünə diqqət edirik. Last year nə deməkdir? Last year keçən il deməkdir və yenə keçmiş zamana aiddir deyə mən burada was verəcəm. Cavab B variantı olacaq. M indiki zaman olduğuna görə çıxılır. C isə gələcək zaman olduğuna görə çıxılır. Və tərcümədə I was in London last year. Mən keçən il Londondaydım deyir. Üçüncü sualda he back in the office tomorrow morning. Burada tomorrow sözünə diqqət yetiririk. Tomorrow var burada. Tomorrow sabah deməkdir və gələcək zamanın bir sözüdür. Gələcək zaman ona görə də indiki zaman və keçmiş zaman olanları çıxıram və A variantı bizim düzgün variantımızdır. Will be gələcək zaman A variantıdır. Tərcümədə deyir ki, he will be back in the office tomorrow morning. O səhər tezdən, elə demirik, deyir ki, o sabah səhər ofisdə olacaq, yəni iş yerində olacaq. 4-də deyir ki, my brother 25 next week. Burada next week-ə baxırıq, növbəti həftə deməkdir. Next özü növbəti deməkdir. Next növbəti həftə deməkdir və gələcək zamanlı sözüdür. Ona görə də burada B variantı olmalıdır. B variantı doğru cavabdır. Is ona görə olmaz ki, indiki zamana aiddir. C ona görə olmaz ki, keçmiş zamana aiddir. Və tərcümədə deyir ki, my brother will be 25 next week. Mənim qardaşımın gələn həftə 25 yaşı olacaq. Daha doğrusu. Sonra 5-ci suala keçək. Deyir ki, I think my friend in the national team. Burada biz birinci mübtədanı axtarmalıyıq. Mübtədanı tapdıqdan sonra iş asandır. Mübtədanı tapdım. Baxın, buradadır. My friend. Bizim mübtədamız my frienddir. Sonunda S varmı? Xeyr, yoxdur. S nə idi? S cəm şəkilçisidir. Olmadığına görə bu demək ki, təkdir.
Təkdir və cavab olacaq will be. Nəyə görə B ilə A olmadı? Burada ikisi də cəmdir, amma my friend təkdir. Ona görə A ilə B-ni çıxıram və yerdə qalır C. O da bizim doğru variantımızdır. Həm də bir qayda olaraq yadda saxlamalıyıq ki, will be-nin təki də, cəmi də eyni olur. Biz həm təki cəminə eyni götürdük, təki cəminə görə götürdük, həm də ki, burada variantlar çıxdıq, qaldı bir dənə bu. Bu da bizim doğru variantımızdır. Will be-nin, yəni bir qayda olaraq yadda saxlamalıyıq ki, will be-nin təki cəmi eyni olur. Tərcüməyə baxaq. Deyir ki, I think, bir dənə bunu silək, təmiz olsun. Deyir ki, I think my friends B-nin çıxdı, mənə çıxdı. I think my friends will be in the national team. Mən düşünürəm ki, mənim dostum milli komandada iştirak edəcək. 6-ya baxaq. Deyir ki, the exams difficult. İmtahanlar çətindir. Burada yəni mübtədanı axtarım. Mübtədamız nədir? Exams, yəni imtahanlar sözüdür. Amma bu səfər bunun sonunda S şəkilçisi var. S şəkilçisi də cəm şəkilçisi olduğuna görə biz burada avtomatik B-ni çıxmalıyıq. Çünki iz təklərlə işlənir və doğru cavabımız da ar olur. O da cəmlərlə işlənir. Deyə bilərsiniz ki, niyə şəlbi olmadı? Şəlbi ona görə olmadı ki, o gələcək zaman şəkilçisidir. Şəkilçisi deyəndə gələcək zamana aiddir və burada heç gələcək zamana aid bir söz olmadığına görə A-nı çıxdım. Həm də şəlbi biri ayla, bir də V ilə işlənir. Ayla və V ilə işlənir. Burada ay var, xeyr, V var, xeyr. Ona görə də cavabımız C variantı oldu və bir dənə də qayda var ki, bu da bir qayda olaraq yadda saxlanmalıdır. Cavab oldu C. Sonra bir qayda olaraq uşaqlar bunu da yadda saxlamaq lazımdır ki, cümlədə xəbərlə isim həmişə uzlaşmalıdır. Yəni uzlaşmaq nə deməkdir? Elə bil yola getmək kimi bir şeydir. Dost olmaq kimi, yola getmək kimi bir şeydir. Məsələn, burada gördük ki, exams, imtahanlar var və biz sırf S-ə görə, cəmləndiyinə görə ar verdik. Amma cəmlənməsəydi, my friend kimi olsaydı, məsələn, S qəbul etməsəydi, orada iz olacaqdı. Yəni, biraz silək, izah eləyək. Uzlaşmaq o deməkdir ki, məsələn, bir pen sözünü nümunə götürək. Pen. Burada pen isimdir və cəmlənməyib, cəm şəkilçisi qəbul etməyib. Ona görə də mən buna iz verirəm. Amma pens olsaydı, qələmlər, mən buna ar verərdim. Yəni, isim təkdə olarsa iz olacaq, isim cəmdə olarsa ar olacaq. İsim cəmdə olanda xəbər də cəmdə olur. İsim təkdə olanda xəbər də təkdə olur.